Gədəbəy rayonunun Samanlıq kəndinə ilk dəfə təbii qaz verilib. Kəndin qazlaşdırılması üçün bir pilləli sistem əsasında ümumi uzunluğu 18.034 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib, 212 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər sakinləri əlamətdar gün münasibəti ilə təbrik ediblər. Samanlıq kəndi Gədəbəydə qazlaşdırılan sayca 34-cü yaşayış məntəqəsidir. Qazdan istifadə edən abonentlərin sayı isə 8800 nəfərə çatıb. Dağ rayonunda kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Yaxın vaxtlarda Çanıqçı və Miskinli kəndləri mavi yanacaqla təchiz ediləcək. Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsində təbii qazın verilməsini əsl bayram kimi qarşılayıblar. Rəsmi hissədən sonra kəndə qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb. Evlərdə qaz sobası yandırılıb. Ruziyə Rufullazadə, Kamran Əskiparalı, Rüfət Tağıyev, Dünya TV.